lifte nə problem var? Elə momentlər sınır ki, məsələn, onu heç kimi tapmırıq. Kimi kömək çağıracağımı və bunu hansı yolla edəcəyimi bilmirəm. Liftçiyə zəng edirik də. Deyir ki, məsəl üçün 1 saata gəlir, 2 saata gəlirik. Yoldaşım qonşulara dedi ki, onlar çıxardacaq. Bəli, mən hazırda paytaxtdakı çox mərtəbəli binaların liftindən birində idim. Əgər bu liftdə bir problem olardısa, mən kimi kömək çağıracağımı və bunu hansı yolla edəcəyimi bilmirəm. Çünki liftdə elə bir düymə yoxdur. Lift işləyir. İşləməsə ondan yaxşıdır. Elə momentlər sınır ki, məsələn, onu heç kimi tapmırıq. Özümüz məcbur usta tapıb, pul yığıb veririk, gəlib düzəldirlər. Bunu heç yerdə lift idarəsində şikayət eləyirlər, ancaq bir xeyri yoxdur. Lift xarab oldu, qaldınız liftdə. Kimi çağırasınız və yaxud da bunu hansı yolla edəcəksiniz, bilirsiniz? Zəng eləyəcəm, yoldaşım qonşulara dedi ki, onlar çıxardacaq. Başqa kimə zəng eləyəsən, heç yerə. Liftdə elə bir düymə yoxdur ki, Vızıq düyməsi yoxdur orada, bəli. Vançışın basıb mühafizəçidir, kim də onu çağırırsa. və yaxud da mərkəzə zəng keçsin ki, filan liftdə adam qalıb. Yoxdur elə şey. Mən özüm 40 il Rusiyada işləmişəm. Mən 5 dəqiqənin içində qalsaydım liftdə, düymənin başına düşən 10 dəqiqə oradadılar. Gəlirdilər, çıxardırlar. Əgər liftdə qalsaz, kimi kömək çağıracağınızı və bunu hansı yolla edəcəyinizi bilirsiniz, yoxsa Liftçiyə zəng edirik də. bu liftyor deyir sizə, lift əməkdaşı. Onun nömrəsi hər kəs olmaya bilər. Bəli, olar. Sizdə var, zəng edirsiniz. Liftin içində yazılır da. Binanızın lift işləyirmi normal? Arada yox. İşləməyəndə və yaxud liftdə qalanda nə edirsiniz? Kömək kim çağırsa və yaxud da bunu hansı yolla edirsiniz? Zəng vururuq lift idarəsinə. Deyir ki, məsəl üçün indi gəlirik, 1 saata gəlir, 2 saata gəlirik. Nömrəni hardan götürürsüz? O nömrəni şəkdən götürmüşdük. Onlar demişdilər bizə. Nömrə kimdə varsa zəng eləyir, köməyə çağırır. Kimdə var zəng eləyir, Nömrə yoxdursa qaldım liftdə. qaldım liftdə. Özdə bizim lift demək olar ki, ay ərzində belə 3-4 dəfə xarab olur. Bəs belə deyək də, liftdə elə bir düymə yoxdur ki, o çıxasız gəlsinlər köməyə və yaxud da siqnal getsin mərkəzə. Yox, elə şey yoxdur. Yəni liftdə də problem olanda deyirlər ki, nasazdır. Gəri o məsələn Almaniya istehsalı olan liftlərdir bunlar. Zəng elə, onlar usta göndərsin, nəsə belə söhbət deyirlər. Son illərdə Bakıda quraşdırılmış 1354 dəst liftdə mərkəzi dispetçer sistemi də quraşdırılıb. Sovet dönəmindən qalan liftlərdə isə həmin bu sistem mövcud deyil. Həmin liftlərdə liftdə qalma halları baş verən zaman yalnız liftin içində olan əlaqə nömrələri ilə əlaqə yaratmaq lazım olur və yaxud da ki, içəridən əks tərəfdə kömək çağırmaq lazım olur. Gələcəkdə yenisi ilə əvəz olunacaq liftlərdə də mərkəzi dispetçer sisteminin olmağı tərəfimizdən tələb olaraq göstərilir. Sumqayıtda artıq 10 ilə yaxındır ki, belə bir sistem quraşdırılıb. Liftdə olarkən liftdə hər hansı bir nasazlıq baş verərsə, mərkəzi sistemdə artıq liftdə problem olduğunu görürlər və dərhal müdaxilə edirlər. Liftdə olan SOS siqnalına və yaxud xəbərdar edici düyməyə sıxmaq kifayətdir. Dispetçer xidməti, buyurun. Hörmətli sakin, qapılardan kənarlaşın, liftə müdaxilə olunur. 24 saat ərzində real vaxt rejimində liftlərin vəziyyəti izlənilir. Əvvəlcə məlumat daxil olur mərkəzi dispetçer xidmətinin əməkdaşlarına. Sistem bunu avtomatlaşmış rejimdə qeydə alınır. İlkin müdaxilə tədbirlərinə başlanılır. Dispetçer əməkdaşı həmin liftdə dayanmanı, vəziyyəti düzəltmək üçün addımlar atır. Burada hər hansı səhvliklər, ilişmələr, boşluqlar ola bilər ki, hadisə yerinə təxliyə qrupu getmədən dispetçer əməkdaşı bunu oradakı vəziyyəti düzəltsin. Bu liftdə qalsaz, neyniyəsiz? Düyməsi var orada. Vurursan mərkəzi ilə, yəni liftin mərkəzi ilə danışırsan, oradan təxliyə gəlib çıxarır. Burada qalmaq məsələsi yoxdur. Bağlandı, söndü işıqlar ya aşağı ya altdan çatdırır mərkəzə.